Salam. Bugün sizlerlə birlikdə A5-ci sinif Azərbaycan dili ümumiləşdirici təkrar çalışmalarını işləyəcəyik. Burada bir ikinci hissəli, burada bir mətn var. Onu oxuyub bu 3 suala cavab verəcək 106-nı. Sonra isə 107-ni isə bundan sonra yarım saatdan və ya bunu elədikdən sonra 5-10 dəqiqədən sonra atacağım. İndi gəlin mətni oxumağa başlayaq. Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi qadınlardan biridir. O 1873-cü ildə Şuşada doğulub. Onun atası Əhməd bəy Qarabağ xanı Pənahəli xanın nəticəsi idi. Görkəmli ziyalı tarixçi olan Əhməd bəy qızının təhsili ilə özü məşğul olmuşdur. O vaxt qızlarının təhsil alması üçün məktəblər yox idi. Həmidə xanım yazırdı. Atam qardaşımı Tiflis gimnaziyasına qoymuşdu. Mən isə evdə ana dili, rus dilinə özü tədris edirdi. Həmidə xanım Cavanşir Azərbaycanda qadınların ilk xeyrinə cəmiyyəti yaratmışdı. O Şuşada toxuculuq emalatxanası açmışdı. Bu Azərbaycanlı qadınların çalışdığı ilk saniyə müəssisəsi idi. O dövrdə ölkə çiçək xəstəliyi yayılmışdı. Həkim çatışmazlığı var idi. Həmidə xanım Tiflisə gedib peyvənd etməyi öyrəndi. O xatirələrində yazırdı. Xeyli miqdarda peyvənd alıb kəndə gedib peyvənd etməyi öyrəndi. O xatirələrində yazırdı. Alıb kəndə qayıtdım. Kəndlər o qədər uşaq gətirdilər ki, artıq mənə köməkçi lazım oldu. Öz yaxınlarımla peyvənd eləməyi öyrəndim. Birdən kənddə olmasam, cəmaət peşman qayıtmasın. Həmidə xanımın vəsaiti hesabına onlar imkansız şəxs təhsil almışdır. O yazırdı. Təhrilizlərlə oğlanların bir yerdə oxuduğu məktəb açmaq atanın vəsiyyəti idi. Kənd cəmaatının mənə böyük ehtimalı vardı. Ona görə də qızların məktəbə gəlməsi icazə verirlər. Həmidə xanım 1955-ci ildə vəfat etmişdir. Birinci şərtini oxuyaq. Həmidə xanımla bağlı hansı fikir yanlışdır? A1. Kəhrizi kənddə doğulub. 2. Xan nəslindən idi. 3. Rus dilinin atasını öyrənmişdir. 4. Ailənin tək övladı olub. Burada cavab Kəhrizi kəndində doğulub. Burada yanlış cavab budur. Yox, Kəhrizi kəndində doğulmamışdır. Şuşada doğulmuşdur. Cümlələri tamamlayın. Həmidə xanımın təlim tərbiyəsi ilə atası evdə məşğul olurdu. Çünki Həmidə xanım o vaxt qızların təhsil alması üçün məktəblər yox idi. Kəndlilər Həmidə xanımın açdığı məktəbdə qızlarını göndərdilər. Çünki kənd cəmaatının ona böyük ehtimadı, inamı var idi. Həmidə xanım peyvənd etməyi başqalarına da öyrədirdi. Çünki kəndlər o qədər uşaq gətirirdi ki, yəni onun gücü çatmırdı da o qədər uşağı özü peyvənd eləməyə. 3. Mətndən alqoritmlər gətirməklə verilmiş fikirlər əsaslandırın. Qadınlar işlə təmin etmişdir. O Şuşada toxuculuq emalatxanası açmışdı və bu Azərbaycan qadınlar çalışdığı ilk saniyə müəssisəsi idi. Öz vəsait hesabına kənd uşaqlarına təhsil vermişdir. Həmidə xanımın vəsaiti hesabına onlar imkansız şəxs təhsil almışdır və o Kəhrezildə qızlarla oğlanların bir yerdə oxuduğu məktəb açmışdır. Kənd əhalisinin sağlamlığı üçün çalışmışdı. Məncə, ölkədə çiçək xəstəliyi yayılanda və həkim çalışmayanda Tiflisə gedib peyvənd etməyi öyrənmiş, kəndli qayıdaraq uşaqlar peyvənd vurmuşdur. Və sonuncu, Həmidə xanımın Qarabağda böyük nüfuzu olmuşdur. Kənd cəmaatının ona böyük ehtimadı var idi.
e, ehtimalı var idi və onların sayəsində o dövrün qadağalarına baxmayaraq valideynlər qızlarının məktəbə gəlməsinə icazə verirdilər. Dostlar, bu səhifə bitdi. Yəni bu da bitdi, bu da bitdi, bu da bitdi. Bunu da oxuduq. Bu səhifə qalır. Bunu isə 5-10 dəqiqədən sonra atacağım. Sağ olun.